أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والعاقبة للمتقين الصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد وآله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من العام إلى قيام يوم الدين. Assalamu aleykum. Allahın salamı olsun. Aziz, dəyərli, möhtərəm məscidimizin əhli, mömin qardaşlarım, bizi eşidən, səsimizi eşidən, bizi dinləyən hər bir kəs cümləmizin üzərinə. Allaha sonsuz həmdlər, şükürlər olsun ki, mübarək Ramazan ayının, mübarək bir cümə günündə öz evində əyləşməyi, ibadət etməyi, namaz qılmağı, dua etməyi bizlərə nəsib edibdir. Həqiqətən də əzizlərim, bu mübarək ayın günlərində Peyğəmbərimizin kəlamına istinadən ki, bu ayın günlərinə gün çatmaz, saatlarını saat çatmaz, anlarını an çatmaz. Həqiqətən də bu böyük bir nemət Allah bizim üçün veribdir ki, lazımdır bizim öhdəmizə düşən məsələlərdən biri ki, bu nemətin qədrini bilək. Bizi özünə itaat eləyən, namaz qılan, oruç tutan, ibadət əhli olan bəndələr olmağımızı qərar veribdir. Allah qudsi hədislərin birində belə buyurur ki, Peyğəmbərimizə ki, Allah Musa aleyhissalama xitab etdi, dedi, ya Musa şükür elə. Musa aleyhissalam cavab verdi ki, Allahım, mənə bu şükür etməyi verdiyinə görə başqa bir şükür də lazımdır. Eyni zamanda, əzizlərim, bildiyimiz kimi Qur'anın çoxlarımız bu ayəni bilirik. Ayə var ki, məşhurdur ki, ey insanlar, sizin zərər hesab elədiyiniz işlər var ki, sizin xeyrinizə, sizin xeyir hesab elədiyiniz işlər var ki, zərərinizədir, amma siz bilmirsiniz. Buna görə bizim həmişə böyüklərimizdən, ata-babalarımızdan ümumən belə bir atalar sözü kimi gəlib bizə çatıbdır ki, hər zərərdə bir xeyir var. Biz nəyin ki, gözəl işlərə, ibadət işlərə, savab işlərə şükür etməli, hətta ağrılı-acılı günlərimizə, çətin günlərimizə, əziyyətli günlərimizə belə yenə də şükür etməliyik biz. Düzdür, şükür elə bir məsələdir ki, yenə də məsumların dili ilə deyirəm bu sözü, İmam Zeynalabdin əleyhissalamın münacatlarındadır. Allahım, mən nə qədər çox şükür etsəm də yenə də azdır. Allahım, sən nə qədər şükrə layiqsansa, sənə bir o qədər şükür olsun. Bir müsəlman olaraqdan, bir mömin olaraqdan, bir insan olaraqdan bizim ən mühüm, ən əsas öhdəmizə düşən vəzifələrdən biri Allah qarşısında olan bəndəsiliyimizi iqrar etməyimiz, etiraf etməyimiz və bunun da başlanğıcı şükürlə başlayar. Və yenə də şükürlər olsun Allaha ki, bu gün bizi burada əyləşdiribdir, öz evində, öz huzurunda. İnşallah bu gün bir qısa olaraqdan təvazökarlıq haqqında bir bəhs etməyə çalışacağım. Allah nasib eləsin. Təbii ki, Həzrəti Əli əleyhissalam buyurur ki, nədən danışırsan danış, ən tutarlı dəlil Qur'an-ı Kərimdir. Ağa buyurur ki, Qur'andan başqa dəlillər taxtadan düzəlmiş körpüyə bənzər. Taxta körpünün üzərinə biraz əlavə ağırlıq düşsə, körpü sınar, bizi daşqın çaya qərq eləyər. Amma Qur'an Allahın kəlamı, onun hər bir sözü, nəinki surəsi, nəinki ayəsi, hər bir kəlməsi belə nə qədər ağırlıq olsa da, nə qədər məsələlər olsa da onu tab gətirən bir hökmüdədir. Ona görə də lazımdır ki, biz Allahın kəlamını söykənlərəkdən fərq eləməz, əzizlərim. Bir müsəlman olaraqdan bizim öhdəmizə düşən məsələlərdən biri də budur ki, biz daimən fərqi yoxdur, evdə olsun, işdə olsun, yolda olsun, harda olur olsun. Biz daima ancaq və ancaq Allahın razılığı əsasında, qurbətən ilallah niyyəti ilə, Allahın razılığı əsasında biz hərəkət etməyə çalışaq. Danışanda da, oturanda da, duranda da, işləyəndə də hər bir şeyimizə.
Və neyində şükürlər olsun Allahımıza, Rəbbimizə ki, bizi bu günə gətirib yetişdiribdir. Xüsusən ki, hamımızın bildiyimiz kimi bu cümlə, bu ayə həmişə bütün mövzularda toxunulur bu məsələyə. Allah Teala əzizlərim, Peyğəmbərə buyurur ki, ya Peyğəmbər, həqiqətən də sən ən üstün bir əxlaqa maliksən. Eyni zamanda başqa bir ayədə Allah buyurur ki, ey insanlar, bu Peyğəmbərdə sizin üçün çox gözəl örnəklər var. Bu baxımdan lazımdır ki, hər bir məsələdə insan məsumları özünə örnək götürsün. Çox təəssüflər olsun ki, bizim cəmiyyətimizdə, xüsusən indi burada məsciddə danışırıq, amma əsasən məsciddən kənarda olan cəmiyyətə aiddir bu məsələ. Namaz əhli olmayan, ibadət əhli olmayan insanlara aiddir. Xüsusən cavanlar arasında bu məsələ çox rast gəlinir. Görürsən ki, elə bir adamları özlərinə örnək götürürlər, baxırlar. İndi bu internet, bu sosial şəbəkələrin yayılması filan bu məsələlər çox rol oynayır, düzdür. Mövlamız Əli əleyhissalamın məşhur bir kəlamı var. Ağa Əmr əl-Möminin buyurur ki, hər insan öz ata-anasından çox mühitin övladıdır. Yəni, mühit çox təsir qoyur insanda. Və xüsusən də ki, müəyyən insanları özünə örnək götürən insanlar Qur'anın ayəsi ilə söykənsək, qiyamət günündə xəzil olacaqlar, rüsvay olacaqlar, peşman olacaqlar. Hətta qiyamət gününün bir adı da Qur'an-ı Şərifdə göstərilibdir, bir adı da peşmançılıq günü keçir. İnsan o gün çox şeyə peşman olacaq. Hətta bizim böyüklərimizdən belə bir söz var. Qiyamət günündə və yaxud imamın zuhuru ilə bağlı bu sözü deyirlər. Mömin də peşman olacaq, kafir də peşman olacaq. Yəni, bunlar hərəsi başqa-başqa səbəblərə görədir peşmançılıq. Lazımdır ki, biz elə hərəkət edək ki, elə yaşamağa çalışaq ki, peşman olmayaq, Allah qarşısında peşman olmayaq. Bəlkə ola bilsin, mənim dediyim söz kiminsə xoşuna gəlməyə bilər, kiminsə dediyi söz mənim xoşuma gəlməyə bilər, kiminsə hərəkəti mənim xoşuma gəlməyə bilər, mənim hərəkətim kiminsə xoşuna gəlməz. Bunlar önəmli deyil ki, mən filan kəs nə deyər mənim bu sözümə, mənim bu hərəkətimə, mənim bu işimə. Yalnız bizim niyyətimiz Allah nə deyər deyə düşünməliyik biz bunu, əzizlərim. Mən bu sözü deyirəm, bu işi görürəm, Allah nə deyər? Və xüsusən də ki, elə təvazökarlıq mövzusuna baxanda, təvazökarlığın ən başlıcası, düzdür, bütün məsələlərdə həmişə birinci Allahdan göstərilir. Allah, peyğəmbərlər, məsumlar, imamlar və s. Amma ən mühüm məsələlərdən biri təvazökarlıq mövzusunda insan ətrafındakı mühitdə, ətrafındakı insanlar arasında təvazökar olmağını çox-çox tövsiyələr olunur, toxunulur məsələlərə. Ki, biz də bunun üçün məsumları özümüzə örnək götürməyə çalışmalıyıq ki, görək onlar necə təvazökar idilər, onlar necə davranırlar ətrafındakı insanlarla. Biz də onlara baxıb ibrət götürək, biz də onlardan öyrənməyə çalışaq. Misal üçün bir ayə qarşımdadır, Tövbə surəsinin 128-ci ayəsi. Euzubillahimineşşeytanirracim. لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِّنْ أَنْفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنْتُمْ حَرِصٌ عَلَيْكُمْ بِالْمُؤْمِنِينَ رَؤُوفٌ رَحِيمٌ. Sadaqallahul aliyyullazim. Buyurur Allah ki, həqiqətən sizə özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyətə və zərərə düşməyiniz onun üçün ağırdır. O sizi çox istəyir. O sizə, yəni möminlərə qarşı mərhəmətli və mehribandır. Mən burada bir haşiyə çıxım. Bu ayənin təfsiri ilə, araşdırmasıyla mən baxanda bəzi yerlərdə, tərcümələrdə, təfsirlərdə qarşıma çıxdı. Bəzilərində göstərilir, Allaha nisbət verilir ki, o sizə qarşı mərhəmətli və mehribandır, şəfqətli və mehribandır. Bəzilərində isə, indi ayənin dəlilləri var, bunun qrammatik yönündən izah edəndə, açıqlama verəndə, bəzi dəlillər də var ki, Peyğəmbəri göstərir ki, o sizə qarşı mehriban və mərhəmətlidir, şəfqətlidir. Yəni, fərq eləməz. Təbii ki, elə birinci Allah öz bəndəsinə nə cür mərhəmətli, mehriban olması, ikinci də onun rəsulu öz
səhabələrinə, öz ətrafındakı insanlara, ümmətə nə cür mərhəmətli, mehriban olması. Yəni, onun xüsusi bir vurğulanır ayədə ki, sizin əziyyətə və zərərə düşməyiniz ona ağır gəlir. Ona ağır gəlir. Əzizlərim, bu məsələdə, bu mövzudan biz çox söhbətlərdə eşitmişik, kitablarda qarşımıza çıxdı, çox eşitmişik bu mövzunun məsələləri. Onların nəinki ətrafındakı insanlara qarşı, möminlərə, müsəlmanlara qarşı, hətta kafirlərə qarşı, müşriklərə qarşı, münafiqlərə qarşı belə nə cür münasibət göstərməklərini biz bir yada salmaq üçün mən toxunum buna. İmam Həsən əleyhissalamın haqqındadır. Bu rəvayət olunur ki, Allah bütün zalimlara lənət eləsin. Muaviyyənin öyrətdiyi bir şəxs gəldi Mədinədə, imam ki, minbərdə dayanıb moizə oxuyur, imam dayanıb nəfəsini dərəndə, həmən o ürgədilib göndərilən şəxs qalxdı ayağa, İmam Həsənə qarşı xoşa gəlməyən sözlər işlətməyə başladı, təhqiramiz sözlər işlətməyə başladı. Yazırlar ki, imam cəmaatın arasından çıxdı, yeridi gəldi bunun yanına, buna göləri üzlə, mehriban olaraqdan qarşılar belə üzbəüz dayandı. Dedi, hə, baxıram, sən bu Mədinə əhli deyilsən, Mədinə əhlindən mən hamısını tanıyıram. Sən bu Mədinə əhli deyilsən, kənardan gəlmişsən, yəqin məni tanımırsan ki, mənim haqqımda belə sözlər danışırsan. Bu axşam mənim qonağımsan. Bu axşam mənim qonağımsan. Qəribsən, qürbətdəsən. Təhqir eləyən, xoşa gəlməz sözlər deyəni gördükcə mehriban qalib, bu axşam mənim qonağımsan. Orada bəzi Allah rəhmət yazın, Şeyx Abbas Qumi o izahında yazır ki, rəvayət edirlər ki, o şəxs biraz tərəddüd etdi. Yəqin mən buna belə davrandığıma görə mənə harasa apara bilər, məni kimlərəsə cəzalandıra filan. Amma ətrafındakılar deyir, buna yaxınlaşlar deyirlər ki, xoş sənin halına ki, belə bir şəxsə qonaq olursan. Bunun ardına işim yoxdur. Yəni, məsələ o təvazökarlıq məsələsinə gələndə, davranmaq məsələsinə gələndə. Misal üçün, məşhur ayələrdən biri, həmişə biz bu mövzuya çox toxunuruq. Əksəriyyətimiz hətta əzbərdən bilirik. İsra surəsinin 23-cü, 24-cü ayələrini, valideyn haqqında olan ayələri. 24-cü ayədə yenə orada bir xüsusi olaraqdan vurğulama var. Allah insanlara buyurur, valideyn haqqında deyir ki, onların təvazökarlıq qanadını aç. Onları təvazökarlıq qanadının altına al. Onlar səni uşaqlığında nəzər böyüdüblər, sən də dua et ki, Allahım, bunları belə mehriban, mərhəmətli olsun. O valideyn, Allah cəmiyyən övladları, sağ-salim valideynlərinin gözünə nur eləsin. Övlad arzusunda olan ailələrimizə Allah əməl salih övlad nəsib eləsin. Xırda uşaqlar olanda, xüsusən də hələ övladdan da çox hələ nəvəsi olanda yanlarında necə söhbətlər, necə münasibətlər olur, bu məlum məsələlərdir. Eyni zamanda mən eyni həman məsələ ilə bağlı mübarək demək Kəhf surəsinin 6-cı ayəsində, Kəhf Mağara surəsinin 6-cı ayəsidir. Burada da eyni onu oxşar bir ayə görürəm burada. Allah Teala buyurur ki, فَلَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ Həqiqətən çox, biraz təsirli sözdür. Ey, özünü öldürəsən deyir sanki ya Peyğəmbərə. فَلَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ عَلَى آثَارِهِمْ إِنْ لَمْ يُؤْمِنُوا بِهَذَا الْحَدِيثِ أَسَافًا Mövzunu belə göstərir ki, sən bu sözə, yəni bu kitaba, Qurana, dinə iman gətirməyəcəklər deyə onların ardınca qəm-qüssənin şiddətindən sanki özünü həlak edəcəksən. Yəni, onların o zərərli olmaqlarını, axı, bizim dini məsələlərimizdə, dinimizdə, əqidəmizdə, şəriətimizdə bu zərərdə olan insanlar, həmişə bir nömrəli insan, küfürdə olan insanlar nəzərdə tutulur. İmanı olmayan, kafir olan insanlar, münafiq, fasik insanlar nəzərdə tutulur. Onlar demək iman gətirməyibsə, İslamda deyilsə, Peyğəmbəri iman tanımırsa, gətirməyibsə, demək o kafirdir, eyni zamanda zərərdədir. Və onların belə zərərdə olmağına Peyğəmbər gör necə Allah Taala açıqlama verir, bizim üçün bəyan edir ki, sanki o kafirlərin belə bu zərəri Peyğəmbərimizə çox pis təsir edirdi. Sanki onun bir təlaşa düşürdü ki, onu da xilas eləsin bundan.
Hətta buyurur ki, az qalıb ki, qəm-qüssənin şiddətindən özünü həlak eləyəsən. Bunların hamısı Peyğəmbərimizdən, Əhl-i Beytdən, məsumlarımızdan bizə gəlib çatmış nümunələrdir ki, biz həmişə bu məsələlərdə diqqətli olmağa çalışaq. Çox diqqətli olmağa çalışaq. Eyni zamanda, əzizlərim, bildiyimiz kimi bu təvazökarlığın qarşısında isə təkəbbür durur. Təbii ki, hər bir şey, o məşhur bir ayə var Quranda. Hər şeydən 2 dənə yaratmışam. Hər şeydən 2 dənə var. Nə olur olsun, hər bir şeydən 2 dənə var. Tək yalnız Allahdır. İman, küfür, yaxşı, pis, günah, savab, ibadət, asilik, hər bir şey 2 dənədir. Eyni zamanda təvazökarlığın da qarşısında təkəbbürlük dayanır. Ki, təkəbbürlük də ki, yine Qur'anın dili ilə desək, Allah buyurur ki, La yuhibbil mutakabbirin. Həqiqətən, Allah heç vaxtı təkəbbürləri sevməz. Nəinki sevməz, hətta başqa bir ayə mən xatırıma düşür, o ayənin sonunda belə bir cümlə keçir. Allah təkəbbürlərini qiyamət günü nəzərdə tutulur. Üzünə baxmaz. Üzünə baxmaz. Bu təkəbbürlü deyəndə, yenə də təvazökarlıqda olduğu kimi, insan birinci təbii ki, Allaha qarşı təkəbbürlü eləməyə, Peyğəmbərə qarşı, dinə qarşı, şəriətə qarşı, böyüklərinə qarşı təkəbbürlü eləməyə, eyni zamanda ən mühüm məsələlərdən biri ətrafındakı insanlara qarşı təkəbbürlü eləməyə. Bu təkəbbürlük insanı o dərəcələrə aparıb yuvarladır ki, əzizlərim, insan o qədər bu təkəbbürlük eləyən insan, o qədər özünə alədə olur ki, o biraz loru dildə desək, o başqalarına yuxarıdan aşağı baxmaq məsələsi buradan qaynaqlanır həmişə. Amma vallahi aləm, ən yaxşısını Allah bilir, vallah. Bəlkə də mən bu sözü çox deməyə çalışıram. Özümdən danışıram, kənarda demirəm, özümdən danışıram. Bəlkə də heç məsəlin içində, burada oturmuşuq, namaz əhli, ibadət əhli, əlhamdülillah. Heç burayla da mənim işim yoxdur. Namaz qılmayanla, oruç tutmayan insanla, bunlarla danışıram mən. Bu sözü ona aid eləyirəm mən. Görürsən, bizim cəmiyyətimizdə bəzi məsələlər, bəzi insanlarımız var ki, bu namaz qılmayan insana, oruç tutmayan insana, nəinki yuxarıdan aşağı baxmaq, hətta onu kafir kimi, ondan sonra belə düşmən kimi, bu formada görməyə çalışan insanlarımız var. Bu olmaz heç vaxtı. Heç vaxtı olmaz. Namaz qılmaq, oruç tutmaq, ibadət etmək öz məsələsi, öz yerində, düzdür. Bizim dinimizin sütunu namazdır. Təbii ki, İslamın sütunu namazdır. Əgər o şəxs namaz qılmırsa, o kafir deyil ki, o şəxs Allah'ı inkar eləmir, Peyğəmbəri inkar eləmir, Qur'anı inkar eləmir. Onu kafir demək olmaz. Onu aşağılayıcı bir vəziyyət baxmaq olmaz. Bəlkə də mən deyirəm, bəlkə də elə insanlar var ki, mən özümə aid edirəm bu sözü. Bəlkə də o namaz qılmayan, oruç tutmayan insanlar arasında eləsi var ki, ibadəti qoyaqdır kənara. Bəlkə də vallah məndən dəfələrlə üstündür. Baxmayaraq ki, mən Quran oxumağa çalışıram, nə bilim, ibadət etməyə çalışıram, dua etməyə çalışıram, məsciddə xidmət göstərməyə çalışıram. Vallahi bəlkə də var elə insanlar. Oruç tutmasa da, namaz qılmasa da, müəyyən əməllərinin çox gözəl əməl sahibi olan, gözəl cəmiyyət içində xeyirxah olan, cəmiyyətə xeyri dəyən insanlar. Ona görə də çox diqqətli olmaq lazımdır. Çox diqqətli olmaq lazımdır. Bir İmam Sadiq əleyhissalamın bir kəlamını xatırlayıram. Buyurur ki, ağa ki, Allah belə buyurur ki, ey insanlar, mən öz dostumu sizin sərinizdə gizləmişəm. Mən öz dostumu sizin sərinizdə gizlin qərar vermişəm. Gizlindir bizim üçün. Biz bilmirik ki, ətrafımızdakılar kimdir. İndi bəzən ola bilir, deyə bilir bu sözü. Yaxşı, namaz qılmasa, oruç tutmasa, nə cür Allah dostu ola bilər? Bunun da dəlilləri var. Bəlkə biz bilmirik onun namaz qıldığını. Var belə insanlar. Var belə insanlar. Bəlkə gizlində namaz qılır. Eyni zamanda burada bir məsələ çıxır qarşıya, əzizlərim. İnsan gərək o təvazökarlığın ən üstün dərəcələrindən biri, insanı təkəbbürdən uzaqlaşdıran məsələlərdən biri zən məsələsidir, zən.
Gərək insan heç vaxtı ətrafındakı insanlara qarşı kimliyindən asılı olmayaraqdan suyu zənn etməsin heç vaxtı. Dini termindən desək gərək hüsnü zənn etsin. Tutaq ki, bir adamdan bir xoşa gəlməyən söz, xoşa gəlməyən bir hərəkət, bir məsələ görəndə başlayıb mən onu tənqid eləməyə ki, nəyə belə elədi, niyə belə elədi? Bəlkə bilməyərəkdən eləyir o bunu. Bəlkə məcburiyyət qarşısına qalıb eləyir o bunu. Hüsnü zənn, gözəl fikirlə yanaşmaq. Bəlkə o adam bu işin, bu sözün qadağan olduğunu, haram olduğunu bəlkə heç bilmir. Gözəl şəkildə yanaşmaq ona. Məhz təvazökarlığın xüsusiyyətlərinə bu məsələ çox özünü göstərir. Eyni zamanda söhbətin əvvəlində toxunduğum kimi qiyamət gününün peşmançılıq məsələsi. Qiyamət gününün peşmançılıq məsələsi. Bu da çox mühüm məsələlərdən biridir. Allah Təbarək və Teala mübarək Səcdə surəsinin 13-ci ayəsində belə buyurur. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. وَلَوْ شِئْنَا لَآتَيْنَا كُلُّ نَفْسٍ هُدَاهَا وَلَكِنْ حَقَّ قَوْلُ مِنَّا عَلَى جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ أَجْمَعِينَ. Sadaqallahul aliyyul azim. Ayədə belə buyurur Allah ki, yox, mən dəyişik oxudum ayəni. 13-cü ayəni oxudum, mən biraz 13-cü ayəni baxdım ki, biraz uyğun gəlmədi. Euzubillahimineşşeytanirracim. وَلَوْ تَرَى إِذِ الْمُجْرِمُونَ O günahkarları görərsən, görərsən. Baqis ruusihim ində rabbihim. Allahın qarşısında necə başları aşağıdır. Rabbena, Allahım, əbsarna və sma'na. O qiyamət günündə deyiləcək bu söz ki, qiyamət günündə o günahkarları görərsən Allahın qarşısında necə başı aşağıdırlar və belə deyirlər. Əbsarna və səmi'na. Artıq indi gördüm, indi eşitdim, indi başa düşdüm mən. O necə ki, nəyi başa düşmüşdü? Başqa bir ayəni xatırlayıram. Yasin surəsinin 50-51-ci ayələrində Allah buyurur ki, o gün qəbirlərindən qaldırılanda, Allahın huzuruna qaldırılanda insanlar hamısı deyəcəklər ki, həqiqətən də Allah doğru buyurmuşdur, Peyğəmbər doğru demişdir. Biz indi başa düşürük. Bu ayədə də sanki onun davamı kimi, onlar deyərlər Allahım, biz indi görmüş, indi başa düşmüşük. Ondan sonra buyurur ki, Varci'na, bizi qaytar geri. Nə'məl salihən. Başlayaq əməl, gözəl əməl görməyə, yaxşı işlər görməyə. İnnə muqinun. Başlayaq, indi inanmışıq biz buna. Amma yenə də başqa bir ayədə xatırlayıram mən, Allah buyurur ki, onlar yalan deyirlər. Onları əgər 10 dəfədə yox, 100 dəfədə yox, 1000 dəfədə öldürüb təzdən qaytarsam ki, mənim istədiyim kimi yaşan, yenə yaşamayacaqlar, yalan deyirlər. Öz bildirlər kimi yaşayacaqlar. Bax, peşmançılıq məsələsi. Xüsusən də, sonra bir ayə də mən xatırlayıram, elə indi yadıma düşdü, o ayənin heç o mütaliələrində bəlkə də bir konspekt kimi götürməmişdim özümsən, amma indi yadıma düşdü. Allah buyurur ki, insanlara ki, özünüzdən sonra qoyub getdiyiniz balaca yetim uşaqlarla necə davranmaq istəyirsinizsə, başqalarının qoyub getdiyi yetimlərlə elə davranın. Yəni, bu təvazökarlıq məsələsində, təkəbbürlük məsələsində bir mənalı olaraqdan, əzizlərim, həqiqətən insan hansı bir formada davranırsa, fərqi yoxdur, ailədə, evdə, işdə, məsciddə, məclisdə, avtobusda, harada olur olsun. İnsan necə davranırsa, onun üçün də başqalarının davrandığı kimi davranacaqlar. Bu, həqiqətən də sübut olunmuş, təsdiq olunmuş bir məsələdir. Bu, bizim elə nəinki dini şəri tərəfindən, hətta bizim adət ənənələrimizdə, atalar sözlərimizdə, zərb və məsəllərimizdə həmişə bu məsələləri çox toxunulubdur, çox göstərilibdir. Və xüsusən də ki,
o həmən təvazökarlıqla bağlı bir məsələdə mən toxunum, sizləri çox yormayayım. Bu elə burada qeyd edeyim bu məsələni. Bir neçə gün bundan əvvəl o sübh azanındakı biraz xutbədə telefonu sahada biraz yanımda qoymamışdım. Biraz da mövzu gəldi, biraz uzun danışdım. Hətta yoldaşlardan birisi işə gecikmişdi. Düzdür, sonra haqlarını mənə halal etdilər. Allah razı olsun. Bu Ramazan günlərində çox yorğunluq olduq. Oruçla bağlı, ibadətlə bağlı, hətta müəyyən belə, hətta bu oruç olur, insanlar, işləyən insanlarımız çoxdur. Ona görə çalışmaq lazımdır ki, çox da yormayaq insanları. Amma məsələ belədir ki, o peşmançılıq günlərində, qiyamət günündəki adlarından biri peşmançılıqdır. Bizim orada peşman olası olduğumuz məsələlərdən biri də bu mövzu bizim məsciddə mənim də söhbətlərimdə olubdur. Axındımız Hacı Eldağ əzimizin də söhbətlərində olubdur. Kərbəlayı Vaqif qardaşımın da söhbətlərində toxunulub bu məsələyə həmişə. Yəni bəzi məsələlər, bəzi mövzular var ki, insan çalışır ki, hər söhbətində toxunsun o məsələyə. Çünki vacib, mühüm məsələlərdən biridir. Ayədə buyurur Allah ki, Əl-əxilləh, dostlar məsələsi. يَوْمَ عِزٍ بَعَضُهُمْ بَعَضٍ عَدُوٌ إِلَّا الْمُتَّقِينَ. O gün, yəni qiyamət gündə bir çox dostlar olacaq ki, biri o birilərinə düşmən olacaqlar. Biri o birilərinə düşmən olacaqlar. Nəyə görə? Doğru dürüst dost seçmədiklərinə görə. Doğru dürüst dost seçmədiklərinə görə. Hətta o nəyə görə sualının cavabını yenə də qoy bir ayə yadıma düşdü, onunla deyim. Furqan surəsinin 27-28-ci ayələrində Allah buyurur ki, həmən vaxtı o peşmançılıq günündə onlar Allaha üz tutacaqlar ki, Allahım, sənin Peyğəmbərin gəlib bizə açıq, aşkar yolu göstərəndən sonra onun yolunu tutmadıq. Onun yolunu tutmadıq. Peyğəmbərin göstərdiyi yol qaldı. Bir yanda biz başqa şəxsləri özümüzə dost tutduq. Başqa şəxsləri özümüzə dost tutduq. Bax, bunlar hamısı insanın nəinki axirət məsələlərində, əzizlərim. Ümumiyyətcə, Peyğəmbərimizin belə bir kəlamı var. Ağa Rəsulullah buyurur ki, dünya axirətin əkin tarlasıdır. Yəni, bəzi məsələlərə mən toxunum, bir neçə qısa olsa da. Biz dindən, şəriətdən, axirəti yada salıb, Allaha yada salıb yaşamağa çalışmağımızla yanaşı, biz gərək heç vaxtı dünyadan da əlimiz üzə bilmərik. Dünyadan da uzaqlaşa bilmərik biz. Biz bu dünyada yaşamaq üçün mütləq dünyaya bağlıyıq, yaşamalıyıq burada. Peyğəmbərimiz buyurur ki, dünya axirətin əkin tarlasıdır. Burada nə əksən, onun məhsulunu axirətdə götürəsən. İnsan gərək dünyadan elə yararlanmağa, elə faydalanmağa çalışsın ki, onun məhsulunu götürəndə peşman olmasın. Misal üçün, bir misal mən çəkdim dost barəsində. Bu dünyada elə insanları dost tutaq ki, axirət günündə o bizə düşmən olmasın, biz ona düşmən olmayaq bir-birimizə. Və yaxud başqa məsələlərdə, münasibət məsələlərində, təvazökarlıq məsələlərində, təkəbbürlük məsələlərində, hər bir məsələdə həqiqətən də insan nə cür davransa, sonunda onunla elə davranılacaqdır. Sonunda onunla elə davranılacaqdır. Allah bizləri axirətdə peşman olmayan bəndələrindən qərar versin. Allah günahlarımızı bağışlamamış bizləri bu dünyadan aparmasın. Etdiyimiz duaları, tutduğumuz oruçları, qıldığımız namazları Allah öz dərgahında ali dərəcədə qəbul eləsin. Allah bizləri həm dünyamızda, həm axirətimizdə Peyğəmbər, ali Peyğəmbərlə məhşur eləsin. Bu dünyada onların ziyarətin, axirətdə şifaətin bizlərə nasib eləsin. Allah cəmiyyən xəstələrə acil şifa inayət eləsin. Zindanlarda olan məhbusların, müşküllərin həll edilərək tezliklə ailələrinə qovuştursun. Allah sükun arxasında əyləşən cəmi sürücülərimizi sağ-salamat mənzilinə qovuştursun. Vətənin keşiyində dayanan ordumuzu, əsərlərimizi Allah yerin göyünə afatı bəlasından, düşmən gülləsindən, düşmən hiləsindən amanda qərar versin. Allah cəmiyyən şəhidlərimizi
şəhidlər sərvəri İmam Hüseyin əleyhissalamla məhşur eləsin. Şəhidlərimizin ruhlarına Allah bizlərə duaçı, şəfaətçi qərar versin. Allah ömrümüzün sonuna qədər ona layiqli bəndə olmağı, oruç tutmağı, namaz qılmağı, gözəl xüsusiyyətlər, gözəl əməllər etməyi bizlərə nəsib etsin. Auzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vel asr. İnnel insane lafî husr. İllellezîne âmenû ve amilussalihâti ve tevassav bil hak ve tevassav bis sabr. Sadakallahul aliyyul azim. İbadətlərimizin, itaətlərimizin, dualarımızın qəbul olunmasına, günahlarımızın bağışlanmasına 3 ucalı salavat zikr eləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala özünün arası salamasını adeta